Salam dostlar, bugün sizlerle bir yerde burada o birinci elden, yani daha doğrusu sıfır maşın satan yer var. Ora gelmişim. Biraz əkləm eləyirlər. Body kit zat. Gəlin baxın görün necə maşınlar var. O ilk olarak gözüme çarpan bu güzel Honda Civic oldu. Yani bakın maşının güzelliğine. Motora baxaq bir də istəyirsinizsə. Oy, Zibobonnes. Bu maşın neçədir? Aha. İndi dostlar qiymətini verdim, pulumu verdim. Gəlin indi gedək. Gəlin indi gedək maşın rəngləndirən. Maşın rəngləndirən Namiq Ustanın yanında. Çünkü rahat değil. Biraz var, neyse olsa da orada onun işçisi de var. Yarın bunu da düzelttirer. Maşının rengini de ayarlayar. Neyse dostlar, indi maşını götürün, ben size diyelim. Maşın orada danışmıştım ben evvelcədən. Dedi 3 günə burada park elədik maşını. İndi de dayandırdıq. İndi qəşəng maşını kraskalasın. Mən sizə vaxtında deyərəm. Dedi 3 gün alınacaq. 3 gün sonra görüşərik. Mən elə burada işdirdim. Elə gəldim bugün işə, indi hatırladım ki bazar günüdür. Bugün buradakı kafe işləmir. Elə baxdım bugün də 3 gün keçib. Gəlin gedək maşına baxaq görək nə haldadır. Mat eləməsini istəmişdim. Görən eləyib. Maşının hələ neçə dənə şeylər var. O maşın Zibobonnes olub. Ama pis olan odur ki jantlar elə bir baxın pis, jantlar lastik boşdur. Dedim mən ən yaxşısı buna qəşəng belə yazı zad yazdırım. Yazı, sonra bu jantların rəngini dəyişdirim qəşəng. Ona uyğun bir rəng eləyim. Dedim onun üçündə ustanın yanına. Mahnılarım yox diyor. Qoşmuram, ona görə də biraz bağışlayın da məni, yəni mahnılarım olmur deyə qoşamıram, amma biraz söhbət eləyə bilərik. Biraz istəyirəm maşın haqqında bilgi verim. Maşının özü Honda Civic'dir. Honda Civic, yəni orijinal Honda Civic. Amma ki şeydir də, bu body kitlər, zatlar taxılıb. Ona görə də şeydir, nədir onun adı? Body kitlər, zatlar taxıldığı üçün maşının özü elə bir 155 minə idi. Body kitlər taxılıb deyə gəldi mənə patsti. Nə qədər oldu? 175 minə, 180 minə alındı. Nə qədər alındı? Tam yadımda deyil. İndi gedirik ustanın yanına. Gördüğünüz kimi Neymətli ustanın yanına gedirik ki maşının lastikləri ilə iş görsün. Lastikləri ilə, jantı ilə, zadı ilə. O da yəqin deyər bir minimum 3 gün olar. Bu arada maşının içi belədir, nətərdir, baxın. Sonra da göre inşallah gideceğim. Bunu bir de qəşəng plaka, sonra üstüne yazı, nə bilim, üstüne belə qəşəng şeyler eləyəcəm da maşına, görəcəksiniz.
Nimettin Usta'nın yanına doğru gedirik. Dünənlər elə fikirləşirdim ki, hara apara bilərəm bu jant üçün. Sonra ağlıma gəldi ki, Nimettin Usta var. Danışdım. Dünənlər elə dedi 3000 alınacaq və elə bir şey olacaq da. 3000 alınacaq. 3 gündə çəkəcəklər. Birinci gün əvvəlcə rahatçılıq olsun deyə jantları çıxardacaqlar. O da biraz çətin olacaq. İkinci elə birinci gün jantları çıxardacaqlar. Bütün 4 jantları çıxardacaqlar. Qalan vaxtına elə bir yazılı təkər atacaqlar maşının üstünə. Gəldi. Bir dəqiqə dayanın, arxa-arxaya gedim ki, yoldan gedə bileyim. Elə bir sonra yazılı təkərlə şey eləyəcəklər, dəyişdirəcəklər. Sonra isə şey olacaq da, nədir onun adı? Sonra isə jantlar boyanacaq. Ondan sonra isə elə bir Nimettin Usta mənim üçün qəşəng bir dənə plakacı adam var. Onun nömrəsini verəcək. Gedim sonra plakayı düzəldəcəm. Çünki mənə dövlət yazıb ki, arada maşını görürük, polislər dayandırır da məni. Ki, niyə plaka yoxdur? Dedilər maksimum 6 gün içində tax. Ondan sonra da indi bunu da eləyim, gedib sabah yox. Bir gün o bir gün daha doğrusu gəlim maşını alım. Ondan sonra da plakayı taxdırım. Dostlar, indi 3 gün keçdi, gəldim indi Nimettin Ustadan maşını götürəm, görüm nə hala sal. Maşını buradan görə bilirəm, amma təkərlərini bilmirəm nə haldadır. İnşallah ki, yaxşı eləmişdir Nimettin Usta. Yəni adının haqqı. Of, super. Super. Nimettin Usta. Əllərimə sağlıq. Nimettin Usta, əllərimə sağlıq. Əgər bunu görürsənsə, maşını çox gözəl eləmişsən. İndi bir dənə gedib plakasını ona. Daha doğrusu neydi onun adı? Nömrəci Ustanın yanına. Nömrəci Ustanın yanına gedək tez bir dənə. Ama ben dişsiz hansından takmağa düşünürəm. Plaka. Əvvəlki plakalar olur deyə AZ yazısı tarafı olan mavi olan plakalar. Onlardan takacağım ben. Taktıracağım yani. Ben o ustanın yanında şeycili olmalıydı. Ne olmadı. Benzinlisi de vereceğim, oradan diyerəm ki, zəhmət olmasa işi qutarandan sonra benzində doldurdular. Orada getmək üçün gerek gidiyor, o baştan sözdən bunu görüyor. Bu arada bu nömrələri istəyirəm ki, ayarlayabilirik diyeceğim. Ondan söyledim yaşayacağım filmi ya. Çok şey bağlattıracağım maşına. Bir tane burada park eləyək maşına.
Əsas oldu. Elə gəlin benzinliyin yanında park edəyək. Maşını götürənəcən Məhəmməddin usta. Nasıl oldu? İndi çıxmağa vazatım oldu. Maşını park eləməyin yoluna hani nasıl diye. Neyse onda olsun. Olsun indi verəcəm. Niməddin ustaya elə park eləyib. Niməddin usta neymiş? Niyaməddin ustaya park eləyib əmanət eləyəcəm maşını usta. Neyse dostlar. İndi qaşı plaka zat taxtırım, görüşərik. Gəlmişəm maşını almağa, demişdim orada yolun qırağına park demişdim, orada birdən yolun qırağına park eləsin. Dediyim yadımdan çıxıb gəlmişəm, panika düşmüşəm ki maşınım hanı. Usta da yoxdur, Niyaməddin usta yox idi bugün. Zəng elədim ki maşınımı hara qoymuşsan, işçilər dedi ki zəng eləmə. Orada yolun qırağına park eləyib, get bax orada olmalıdır. İndi gedək gəlin maşını götürək, görək plaka zat nə tərəf. İnşallah ki çox yaxşı olmuşdur. Buradan görə bilərəm ki nəsə yaxşı bir şeydir. Oyda, bu bombasiyeti. Plakaya baxalım. Plaka bildiyim bombadır da, bomba. Nömrə çox gözəl olub. Buradan Niyaməddin ustaya təşəkkür edirəm. İndi gəlin isə maşından gedək. İndi isə hara gedirik? Spoiler taxmaq üçün. İndi gedirik. Kimi də o ustanın adı yadımdan çıxdı. İndi gedirik Məhəmməd ustanın yanına. Arxaya belə rüzgarı taxdırırıq. Orada elə gecə sen şey də bacarır. Qəşəng zam filmi də eləsin. Zam rəngi də, yəni şüşə rəngi. Danışmıştım onu. Danışacağım şimdi de. Mehmet Hüseyin'i de harcaydı. Adına geldi. Burada ile park eləyim bura. Niyaməddin usta maşına öz işini görəcək. Daha doğrusu Məhəmməd ustayı. Yanımdan çıxıb çəkməyəm, ancaq maşını almışam. Baxın Məhəmməd usta da sağ olsun. İşçiliyini eləyib, baxın bir dənə. Sonra burada spoiler'a bakın ne şeydi. Gedirəm maşının üstüne yazı yazdırma yerine. Onun içinde elə bir mən hara gedəcəkdim ha. Onun içinde dayan görüm. Bir de Hans Fuchs da var başka mənim tanıdığım. İndi də gedirik. Of, hadi yadımdan çıxdı. İndi hara gedirik? Hə, neysə də Hans ustanın yanına gediriksə gedirik. Ha, xeyəsəbim olmadı.
Belə döndüm çünkü biraz bu dəfəki usta uzaqda da döndürüm hardaydı. Bir dəqiqə xəritədən mənə ustanı. Bildim hara gideceğim. Orada. Oraya gideceğim. Dayanın bir dakika oranı işaretleyeyim. Esası odur. Navigator işaretledim oranı. Şimdi oraya gedirik. Ben Nimettin'in kardeşi Nahit Nihat Şimdi yadıma geldi. Nimettin'in kardeşi de Nimettin işlemiyor. Kardeş işlemiyor. Nimettin işlemiyor. Benim telefon burada burada asas oldu. Ve şu Nimettin Usta gelmişini götürelim. Daha doğrusu Nadik Usta. Dostlar indi gelmişəm maşını götürməyə. Gəlin gedək görək Namik Usta maşını nətər eləyir. Of qaqam of da maşını bildiyin spor maşını elədi. Neyse. Gedək şəhərə orada videonu bitirib. Gedək şəhərə. Sağ olun. Şehre çünkü burada için denen şehrin yolunu hesaplayın. Bir dakika. Şimdi gidelim. Valla devremine hoş ya. Ve gördüğünüz gibi dostlar bu ilk maşınımız böyle şey modifiye olundu. İnşallah eğer sabah bir gün yolda hansısa bir başka maşın daha tapsam İnşallah görüşərik. Bir şey daha tapdım. Gedək en yaxşısı buna. Ben indi daha video bitti çünkü bu kadardı da daha video. Ama ben inşallah buna başka vaxtı sakar ışıqları deyirlər. Belə sağ o nədir onun adı? Belə 2 dənə qabaqdan ışıq qoyulur. Plakanın yanına istədiyin cür rəng eləyə bilirsən. Onlardan taxtıraram. Neyse dostlar görüşərik. Sağ olun. Bye bye.